Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlərim. Necəsiz? Bu neçənci salamdır, mən bilmirəm. İnanın ki, bayaqdan neçə dəfə bu videonu çəkirəm, silinir. Gah nə bilim, orada problemlər yaranır da texniki. Heç nə olmaz. Bu da bizim olsun göz mıncığımız. Müəllimlər, sizə bir araşdırma sualı vermişdim. İnşallah ki, bu video çəkib sizə ata bilərəm. Müəllimlər, 225 manatlıq kostyumun qiyməti 12% endirildi. 225-in 12% endirilməsi onun 88%-nin tapılması deməkdir. Niyəsinin necəsini qayda izahında demişdim. Bu eləyir 198 manat. Bir aydan sonra yeni qiymət, yəni 198 manata 50% artırıram. Yəni onun 150%-ni tapsam mənə kifayət eləyir. Oldu 297 manat. Mənə deyir ki, ilkin qiymətlə son qiymət arasındakı fərq 297-dən çıx. İlkin nə qədər idi? 225. Cavab olacaq 78. Yəni nə qədər bahalaşıb? 72 AZN bahalaşıb. Keçək növbəti qəşəng sualımıza. Kompüterin qiyməti əvvəlcə 30%. Burada biz müqəddəs ədədlərdən, gözəl ədədlərdən istifadə edə bilərik. Qayda izahında bunu mən sizə demişdim. Yəni 100-dən, 1000-dən istifadə edə bilərik. Ondan istifadə edə. Əvvəlki qiymətini, kompüterin qiymətini 100 manat qəbul edirəm. Onu 30% əgər bahalaşdırıramsa, 100-ün 130%-ni tapıram. Edir 130. Sonra yeni qiymət 10%. Yəni bunun da 110%-ni tapsam kifayət edir. Və yaxud da 10%-ni tapıb 130-un üzərinə həmin ədədi gələrsiniz, o da yenə eyni cavab olacaq. Ümumiyyətlə faiz məsələləridir, həndəsə məsələləridir. Bunları işləməyin yəni çox yolu var da. Sizə rahat yol hansı gəlirsə onu işləyin. Əvvəl 100 idi, indi oldu 143. 43% bahalaşdı, cavab oldu B variantı. Keçək növbəti sualımıza. İki müsbət ədədin biri digərinin 25%-nə bərabərdir. Böyük ədəd 60-dırsa həmin ədədlərin fərqini tapın. İki müsbət ədədin birinin 20%, digərinin 25%-nə bərabər. Məsələn, x-dırsa onun 20%, x-i 20-yə vurub 100-ə bölmək deməkdir. Bu eləyir 0,2x. Digəri də y-dirsə olacaq 0, onun 25%-i 25-ə vurub 100-ə bölsəm 0,25 y eləyəcək. Deyir ki, 0,2x bərabərdir 0,25 y-ə. Hər tərəfini 100-ə vursam 20 dənə x bərabərdir 25 dənə y-ə. Və 5-ə bölərəm ki, qarşılıqlı sadə alım. 4x bərabərdir 5y-ə. Natural ədəddən belə bir qayda keçmişdi ki, deməli, əgər y-dən x-in əmsalları qarşılıqlı sadə ədədlərdirsə, x-a y-in, y-ə isə x-in əmsalını deyə bilərəm. Mənə deyir ki, bu ədəd, böyük ədəd 60-dırsa, müəllimlər, baxın, y bərabərdir 5-də 4x-a. Həqiqətən də bunu bura qoysaq, gedəcək. Deməli, y x-in 5-də 4 hissəsini təşkil edir. Yəni, böyük ədədimiz x imiş, 60. Onda y-imiz də bərabər olacaq, 60 vurulsun. 5-də 4 eləyəcək 48. Həmin ədədlərin, yəni 60 ilə 48-in fərqi eləyəcək 12. Bu suala da A variantı yazıb yanaşanlar düz yanaşmışdılar. Sonra, malın maya dəyəri, nə deyir? 40 manat olan bir ayaqqabıdan 20% gəlir əldə etmək üçün onu neçə manata satmaq lazımdır. Bunun maya dəyəri 40 manatdır. Bir ayaqqabı da 20% gəlir əldə edir. Müəllimlər, baxın, 40 manatı 100% qəbul eləsək, biz x manatımızı 120% qəbul edirəm. Çünki 20% gəlir əldə etmək üçün onun 120%-ni satmaq deməkdir. Burada x-i tapıram ki, 48. Cavab olacaq Y variantı. Bu sadə idi. 48 manata alınan şalvar 25% bahalaşdı. Daha sonra yeni qiymət 20% qədər bahalaşdı. İki dəfə olmuş qiymət artımı ilkin qiymətin neçə faizini təşkil edir? Bu sualların hamısı antrenman yayınları və tasarım matematikdən yığılıbdır. Yəni, Azərbaycan ədəbiyyatlarında belə suallar bilmirəm, bəlkə kiminsə kitabında var, deyə bilmərəm. Amma bu sualların hamısı oradan yığılıbdır. Ümumiyyətlə, mən dərslərimdə antrenman yayınları, tasarım matematik, puza yayınları, rehber matematik və İmaşem Tədris Mərkəzinin də kitablarından istifadə edirəm. Zaten Telegram kanalları onların sınaqları ilə doludur. Oradakı sınaqlardan da endirib, işlədirəm. Belə, özümün hazırladığım sınaqlar
Öz kitabımdan indi inşallah ki noyabrda satışa çıxacaq. Dekabrın əvvəli hardasa satışa çıxacaq kitabdan. Yəni hər şeydən işlədirəm də dərs boyu. 48 manata alınan şalvar deyir. İndi bunun izahını verək. 25% bahalaşdı. Mən bunu 25% bahalaşıbsa, deməli 48-in 125%-ni tapsam, bunu da həll eləmiş olaram. Bu eləyəcək 60 manat. Yəni daha sonra yeni qiymət 20%. 60 manat idi. 20% də bahalaşdı. Bunun 120%-ni taparam, bölərəm 100-ə, oldu 72 manat. Daha sonra 2 dəfə olmuş qiymət artımı ilkin qiymətin neçə faizini təşkil edir? Müəllimlər baxın. İlkin qiymət nə qədər idi? 48 manat. 48. Sonra nə oldu? 72. 48 manatdan qalxdı 72-yə. Aralarındakı fərqi bölürəm dandən yazılan yerə, vururam 100%-ə. Cavab olur 50%. Yəni B variantı. Baxaq görək, sual qaldı mı? 5 dənə sual atmışdım. Yəqin ki, hamısını izah eləmiş olaram. Gecəniz xeyrə qalsın, növbəti dərslərdə görüşürük.